Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Qeyd eləyək ki, bugün 15 iyun tarixidir və sabaha olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti artıq yayıb. Qeyd eləyək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və günün birinci yarısında isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur. Qeyd olunur ki, yarımadanın bəzi yerlərində qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturuna gəlincə, havanın temperaturu gecə 19-21 dərəcə isti, gündüz isə 23-26 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarına gəlincə, Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, dolu düşəcəyi, eyni zamanda yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir tuman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz isə 23-28 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 6-10 dərəcə isti, gündüz isə 10-15 dərəcə isti olacağı proqnozlaşdırılır.